Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala akşamınızda hayırlı eylesin. Gelen günlerinizi hayırlı eylesin. Bir neçə günlər bundan qabaq demək olar ki, bir dənə söhbət, biri danışdı, gördüm. İslam dininin əleyhinə çalışanlardandır. Ona görə bir qədər burada söhbət yazmışam. Özünüz də eşidəcəksiniz. Belə insanlara qarşı, yəni onların çalışmışam ki, burada başa salam, söz yox, eləncilər başa düşən deyilər. Amma hər halda bizim vəzifəmiz, bildiklərimizi onlara deməkdir. Onu da deyim ki, bu söhbət, 2 dənə söhbət olacaq. Burada deməli İmam Hüseyin əleyhissalamın fəziləti haqqında, İslam dininin, yəni fəzilətləri haqqında bəzi sözlər yazmışam. Yəni çox dəyərli, ibrətamiz sözlərdir. Xahiş edirəm, siz də dinləyin. Söhbəti belə başlamışam. Deyirəm, bir atalar sözü var. Belə deyirlər, keçinin başı gidişəndə gəlib başını çobanın çomağına, yəni əlindəki ağacına sürtür. Çoban da bir çomaq keçiyə vurur. Dünya ibrətlərlə doludur. Amma əfsus ki, ibrət götürən çox azdır. İndi bu dövrümüzün adamlarının, bəzilərinin elə bil ağılları qaçıb, ağılları yoxdur. Daha mən ad deməyəcəyəm. Çünki ad demək həm qəbahət sayılar, həm də qeybət. Yəni, o qədər İslam dininin əleyhinə gedənlər var, onun hansının adını deyəsən. Bu sözlər elə onların hamısına aiddir. Öz-özümə deyirəm, ay kişi, Allah sizə bir tikə çörək verib, başınızı aşağı salıb, niyə sakitcə çörəyinizi yemirsiniz? Ülfüdə də belə bir söz var, adam çörək yeyəndə danışmaz. Dərin dəryalara niyə girirsiniz? Orada da boğulub qalasınız. Yəni, deməyim odur ki, bəzi insanlar var, heç bilmirlər, hansı yolla, hansı hilələrlə bu insanları aldadaraq dindən uzaqlaşdıralar və dinin ən dəyərli əməllərini aradan aparalar. Yəni, İslam dininə zərbə vurmağa çalışırlar. Öz-özümə deyirəm, belə insanların ağılları yoxdur. Bunlar Allahın varlığına yəqin ki, inanmırlar. Belələri o dünyanın və bir gün dünyada etdiyimiz əməllərə görə, etdiyimiz əməllərimizə görə hesabat verəcəyimizə inanmırlar. Belələri Allahdan yəni qorxmurlar. Bilmirlər ki, səbəbsiz heç bir şey olmaz. Bilmirlər ki, öz-özünə heç bir şey yaranmaz. Belələri heç özləri də bilmirlər ki, nə danışırlar və nə edirlər. Yəni, belələri bilmədikləri bir elmə qarşı çıxırlar. Amma etdikləri əməllərin nəticəsini fikirləşmirlər. Necə ki, Kəlilə və Dimnə adlı kitabda buna uyğun bir məsəl də var. Həmən məsəli mən burada yazmışam. Deyir, bir kişinin bir meymunu var imiş.
Kəllə və Diminə kitabı başdan ayağa belə söhbətlərdir. Yəni insanlara ibrət olsun deyə. Meymunlarda da belə bir xasiyyət var ki, insanın etdiyini etməyə çalışır. Məsələn, o meyvəli bir ağacda olsa, sən ona bir daş atsan, o da bir meyvəni dərib sənə atacaq. Xülasə, bir gün kişi bir iri odunu yarırmış. Meymun da oturub ona baxırmış. Deməli, kişi odunu bir 30-40 santimetr yarır. Sonra yardığı yerə poz vururmuş. Yenə yarır, qabaqda boşalan pozu çıxarıb arxaya vururmuş. Pozu da çıxardanda odunun yarılan yeri sıxılır. Beləliklə odunun yarısına qədər yarır. Sonra bir qədər dincəlmək üçün evə gedir ki, bir stəkan çay içib qayıtsın və yenə işini davam etdirsin. Kişi gedəndən sonra meymun o kişinin işini davam etməyə başlayır. Amma pozları çıxardıb yerlərini dəyişmək işini düzgün edə bilmədiyi üçün və həm də özü odunun üstündə oturduğu üçün pozun ikincisini vurmamış, birinci pozu o tərəf bu tərəfə itələyərək çıxardır. Nəticədə pozu çıxaran kimi ağac sıxılır və meymunun iki qıçı arasında olan ətləri ağacın yarılan yerində qalır. Ağac da onun ətini sıxır və meymun ölür. Kişi meymunun qışqırtısına gələnə kimi meymun canını əldən verir. Kişi gələn kimi meymun ölür. İndi bilmədiyiniz söhbəti niyə edirsiniz? Axı sənin bildiyin kimi deyil. İndi bu məsələnin bir tərəfi də var. Deməli, belə söhbətləri edənlər belə məlum olur ki, Allahın var olmasına, öləndən sonra dirilib hesabat verməyə, cənnət və cəhənnəmin olmasına inanmırlar. İnansalar ən azından qiyamət günündən, yəni hesabat günündən qorxub, İslam dininə zərbə vurmağa çalışmazlar. İmam-ı Sadiq əleyhissalam bir gün bir zındığa, yəni Allahın olmasına inanmayan bir şəxsə deyir. Bax, biz Allaha, sulu dinlərə, firuiddinlərə inanırıq, vacibi əməlləri, yəni firuiddini əmələ gətiririk. Bütün bunlarda bizim həm dünyəvi və həm də axirəvi xeyrimiz var. Heç bir ziyanımız da yoxdur. İndi birdən biz deyən olsa, yəni o dünya öləndən sonra dirilmək, cənnət və cəhənnəm olsa, sən canını hara qoyacaqsan? Sözün düzü bir neçə günlər mən bundan qabaq belə bir söhbəti eşitdim. O vaxtdan ürəyimdə danışıram. Gecələr rahat yata bilmirəm. Öz-özümə deyirəm. Necə edim mən bu adamları başa salım? Birdən mən bu adama qarşı danışaram. Mənim belə sözlərimə görə söz-söhbət böyüyər. İndiki bu fikrimin əksini fikirləşib öz-özümə deyirəm. Mən o adamı başa salmasam, sabah qiyamətdə Allah Teala məni bağışlamaz. Hətta məni cəzalandırar ki, niyə bildiyini demədin? Belələrindən əgər qorxub demədinsə, onda belə çıxır ki, məndən qorxmamısan. Əgər məndən qorxsaydın, deyərdin. Ona görə mən də qərara gəldim ki, sözümü deyim, qoy mən də din yolunda, yəni nə olursa olsun, yəni nə başıma gəlirsə gəlsin. İndi siz də yəqin ki, narahatsınız ki, görəsən kim nə deyib? Deməli, görün bu adam nə deyir? Deyir ki, nə üçün ildə bu qədər insan Hüseyni ziyarət etmək üçün Kərbalaya gedir. İmam da demir, sadəcə elə bil adi bir insan adı çəkir. Deyir Hüseynin ziyarətinə. Allah Taala'nın evi sayılan Kəbəni ziyarət etməyə cəmi
5-6 milyon adam gedir. Amma Kərbəlaya 25-30 milyon insan gedir. Özü də Kəbəni ziyarət etmək imkanlı adamlara vacibdir. Amma Kərbəlanı ziyarət etmək isə müstəhəb bir əməldir. Sonra deyir ki, Kəbəni 5-6 milyondan artıq ziyarətə getməyə icazə verilmir. Çünki limit qoyulub ki, 5-6 milyondan artıq insan gedə bilməz. Amma Kərbəlaya limit qoymurlar ki, yəni nə qədər insan getmək istəsə getsin. 30-40 milyon, çünki oradan pul, qazanc ələ gəlir. Ardıcan da deyir ki, bunlar ona görə limit qoymurlar ki, qoy nə qədər adam gəlir gəlsin. Çünki küllü miqdarda oradan pul qazanılır. Yenə də ardıcan deyirlər ki, İmam Hüseyni ziyarət etməklə güya bunlara küllü miqdarda savab verilir. Sonra deyir, valla burada bir fəqirə pul, para vermək 1000 dəfə Hüseyni ziyarət etməkdən yaxşıdır. O özü də 1000 dəfə. Bunlar elə bilirlər ki, bunlara külli miqdarda savab verilir. Belə sözlər boş-boş sözlərdir. Buradakı kasıb-küsublar var. Bunlar qala ki, siz İraqa imamı ziyarətə gedirsiniz. Sizə heç bir manatlıq savab verilmir. Bunlar hamısı yalan sözlərdir. Ardınca deyir, ey cahil insanlar. Yəni bu milləti cahil nadan adlandırırlar. Güya bu İslam dinindən iqtisadi maraqları üçün istifadə edirlər. Siz 50 dəfə Kərbəlaya getsəniz, sizə 1 manatlıq xeyri yoxdur. Sonra deyir, burada bir dənə kitab alıb institut tələbəsinə oxumağa kitab ala bilməyən, yəni uşaqlara bir fəqirə versəniz, bunun savabı Kərbəlada ölənləri ziyarət etməyi savabından daha da çoxdur. Və sair bu kimi sözlər deyir. İndi gəlin bu deyilənlərə başqa bir səmtdən baxaq. Görək bu deyilən sözlər düz deyilib ya yalan. Deməli bu adam deyir, imamın ziyarəti haqqında və ya imama ağlama haqqında Quranda heç bir söz deyilməyib. Mən özüm ərəb dilinin tərcüməsini bilmirəm. Gərək sözün düzün deyəsən. Mələklər cinaqlarımızda yazırlar. Ancaq onu deyə bilərəm ki, bizim Peyğəmbərimizin sözləri bizlər üçün qanundur. Çünki Peyğəmbərimizin sözləri bizim kimi insanların sözlərinə bənzəməz. Peyğəmbərimizin dediyi sözlər haqqında Qur'an-ı Kərimdə ayələr var ki, o ayələrdə Peyğəmbərin sözlərinin hamısının Allahın sözləri və göstərişləri olmasına işarə olunur. Onlardan biri Qur'an-ı Kərimdə 53-cü surə olan Nəcm surəsinin 3-cü ayəsində belə deyilir. Və ma yəntiqu ənil həva. Mənası bizim dilcə belədir. O Qur'anın və ilahi tapşırıqların çatdırılmasında əsla nəfsi istəkləri ilə danışmır. Yəni öz istəyi ilə danışmır. 4-cü ayədə isə belə deyilir. İn huva illa vəhyun yuxa. Yəni dedikləri yalnız və yalnız yuxarı aləmdən ona ilham olunan vəhyidir. 5-ci ayədə isə deyilir. Əlləməhu şədidun quva. Ona, yəni Peyğəmbərə qüvvəsi möhkəm və güclü olan əmanətdar Cəbrail öyrətmişdir. Deməli, Qur'anda olan bu ayələrdən məlum olur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz nəfsi istəkləri ilə danışmır. Dediyi sözlər fəqət Allah Taala'nın kəlamlarıdır.
o cümlədən Qur'anda qeyd olunmayan və onun sünnələri olan bəzi məsələləri qeyd edirəm. Kəbənin 7 dəfə təvaf olunması, namazın rəkətləri, Səfa ilə Mərvə arasında olunan səyin neçə dəfə olunması, bu növ çoxlu Peyğəmbərin sünnələri var ki, yəni qanunlar qoyub ki, Qur'an-ı Kərimdə bunlar haqqında geniş məlumat verilməyib. Qur'anda deyilir, Peyğəmbərin dediyi sözlər hələ Allah Taala'nın sözləridir ki, sizə çatdırır. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm Allahın Rəsuludur, yəni elçisidir. Sözlərini çatdırandır. Bunlar isə deyirlər, Kərbəla haqqında Quranda heç bir söz deyilməyib. İndi baxaq, görək Peyğəmbərimiz İmam Hüseyin əleyhissalam haqqında nələr buyurub. Söhbəti burada saxlayıram. İnşallah bu söhbətin ikinci hissəsində İmam Hüseyin əleyhissalamın fəziləti haqqında, Kərbəlanı ziyarət etməyin fəziləti, eyni zamanda Allah Taala'nın evi sayılan Kəbənin ziyarəti haqqında olan söhbətləri edəcəyəm. Görək, Kəbəni ziyarət etmək üstün sayılır, yoxsa Kərbəlanı ziyarət etmək üstün sayılır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.